Özünü qurban edən xanımlar maraqlıdır. Ən birinci yerdə bizdə ayın 9-u, 18-i, 27-si dünyaya gələnlərdir. Bunlar hər şey edirlər, özündən başqa hər kəsi düşünürlər, özlərini qurban edirlər. İnsanlar onlardan xahiş etmədən kömək etmək istəyirlər. Əvəzində nə gözləyir bu xanımlar? Ki, onlara təşəkkür edilsin. Əgər sizin ətrafınızda ayın 9-u, 18-i, 27-si dünyaya gələn xanımlar varsa, onlara biraz diqqətli olun. İkinci yerdə ayın 2-si, 11-i, 29-u və 20-si dünyaya gələnlərdir. Bunlar da həmişə özlərini qurban edirlər. Ümumiyyətlə münasibətdə ilk münasibəti kəsməyən, özünü qurban edən məhz ikilərdirlər. Bizim ikilərimiz biraz münasibətdən geri çəkilməyə çətinlik çəkirlər. Nə qədər də ağır olsa həmişə onlara incidən belə münasibəti möhkəm yapışandılar. O səbəbdən həmişə özlərini qurban etməyi sevir bizim ikilər.